Vahid, sən lap ürəyimdən olan mətləb üstünə gəlib çıxdın ki, deyirsən ki, yeni doğulan kiməsə heç də kör-köranə, göydən düşmə təsadüfi bir ad demirlər. Bəli, məsələnin mahiyyəti burasındadır ki, indiyə qədər dünya dilçilərində belə təsəvvür var ki, sözlərin özləri cansız, donub daşlaşmış kimi, yarlıq birka xüsusiyyətlidir. Və sözlər, dillər kör-köranə, öz başına yaranıbdır. Əşyanın, hadisənin mahiyyəti mənası ilə adı arasında əlaqə yoxdur. Mənim araşdırmalarım isə bunun əksini sübut edir. Bu araşdırmaların nəticələrini Sözün Sirri, Səsin Sirri kitabında vermişəm. Məsələnin həm maraqlı, həm də böyük yaradanın yaranış kitabı ilə də bağlı olduğunu nəzərə alaraq bu haqda ayrıca söhbət edərik. İndi isə sözünə davam et. Bayaq deyirdim ki, hər bəşər öz anlamına uyğun adlığına ad deyib. Və hər kəs öz adı üstündədir. Yəni, hər bəşər öz gətirdiyi məkanın təmsilçisidir. Heç görməzsən ki, adla yaranış arasında fərq əmələ gəlmiş olsun. Göndərilən peyğəmbərlər yeni elmi dini bilgilər gətirib. Elmi biliklər, elmi ilahiyyat insanlara, böyük regionların əhalisinə çox böyük elmi dini yeniliklər verməklə bərabər onların adət-ənənələrinə də böyük təsirlər etmişdir. Məsələn, Novruz bayramının atributları icra olunur. İranda icra olunur. Azərbaycanın özündə demək olar ki, tamlığı ilə icra olunur. Bunları bizə heç kim deməyib və heç kim də məcbur etmir. Bu, bizim yaddaşımızda gəlib. İlk əvvəldən bizə bunları ilk müqəddəslər demişdilər. Məsələn, müqəddəs yaranış kitabının bəşər bölməsinin 36-cı deyimində böyük yaradan deyir. Kainatlarda, o məkanda ilk bayram o müqəddəslərin yaddaşında, həmin gün yaddaşında, cəm kainatlardakı o bayram, o an yaddaşında. 37-ci deyimində isə bayram dediyin işıqla, rəmzi odla, işıqla. Kainatlarda yeniləşmə, o gün yeniləşmə. İlk bəşər daş yığdı, ətrafdan daş yığdı, rəngarəng daş yığdı. O bir yaddaşdır. İlk yaranışa yaddaşdır. Kainatlar məkanlarla, rənglərlə, məkanlarla. Kainatlarda yeniləşmə, o gün yeniləşmə. Deməli, bundan əvvəl böyüklər deyiblər və səcdələri də onlar bizim üçün saxlayıblar. Məsələn, 4-cü bölmədə deyilir, yaranışın anı var, kainatların anı var. Cəm kainatların böyük yaradana səcdədə duran anı var. Bayramın anı var. O an cəm yaranışlarla vəhdət anıdır, ayrı deyil. Bayram cəm kainatlarla da ayrı deyil. O gün o dünyada olanlara bayramdır. Bayramdan ayrı deyil, bayramdır. Bağışlanma müddətidir, bayramdır. Böyüklərimiz o adət-ənənələri xüsusi olaraq qoruyub saxlamayıblar. Sadəcə olaraq biz ardıcılıqları gördükcə, müşahidə etdikcə başa düşmüşük ki, bunlar icra olunmalıdır. İcranın məntiqi mənası var. Kainatların yaranış anıdır. İlk müqəddəslərin bizə öyrətdiklərinin qismi sonralar tarixi dəyişikliklərə məruz qalmış və yaxud müəyyən faktorların, amillərin təsiri ilə tamam unudulmuşdur. Məsələn, ola bilmiş ki, sonraki nəsillər bayram vaxtı ilkin bəşərin ətrafdan yığdığı rəngarəng daşların əvəzinə yumurtaları müxtəlif rəngdə boyasınlar. Bu yaxşıdır. Axı yumurta kainatın ellipsoid formasını xatırladır. Digər tərəfdən isə burada 4-cü bölmənin 44-cü deyimində yazılıb. Müqəddəslərdən yaddaşda, o bəşərə yaddaşda, işıq ortada duranda, gün ortada duranda, bəşər səcdədə, böyük yaradanına səcdədə, günəşlə bir səcdədə, 4 gün səcdədə. Görürsən, biz insanlar, biz əhali Novruz günlərini yalnız baharın gəlməyi ilə əlaqələndiririk. Deyib gülməklə, çalıb oynamaqla, müxtəlif şirniyyatlar, pilov, yaxud da digər ləzzətli yeməklərlə keçirməkdə görürük. Əsl həqiqət isə unudulub.